Salam, coğrafiya 11-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 3 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Tarixən eyni ərazidə məskunlaşan insanların dil, mədəniyyət və əxlaq birliyi adlanır. Deməli, insanlar eyni ərazidə yaşayan insanlardırsa, bu bir xalqdır. Eyni ərazidə yaşayan insanlar bir xalqı əmələ gətirir. Sayı 100 milyon nəfərdən çox olan böyük etnoslara sayılır. Buduqlar, yəni kiçik etnoslardır, xınalıqlar həmçinin kiçikdir, Veddi və Botokudlar da kiçik etnoslardır. Amma Afrikada yaşayan, Hindistanda yaşayan Bengallar 100 milyondan sayı çox olan etnoslara aid olunur. Hindistanda bildiyimiz kimi Bengallar, Pəncablar və Hindlilər olmaqla 3 əsas etnos yaşayır və onların sayı da hər birinin sayı 100 milyondan çoxdur. Emiqrasiyanın üstünlük təşkil etdiyi ölkələri seçin. Deməli, miqrasiyanın iki yerə bölünür, emiqrasiya və imiqrasiya. Əgər ölkədən insanlar çıxıb gedirsə, bu emiqrasiyadır, ölkəyə gəlirsə imiqrasiyadır. Bizdən emiqrasiya soruşulur, yəni insanların çox olduğu, insanların başqa ölkələrə getdiyi ölkələr lazımdır. Deməli, Hindistandan emiqrasiyadır. Həmçinin Əlcəzair emiqrasiya ölkəsi deyə bilərik biz. Pakistan da həmçinin emiqrasiyadır. ABŞ, Almaniya və Səudi Ərəbistan isə imiqrasiya ölkələridir. Xüsusilə Səudi Ərəbistan son zamanlar İran körfəzi ölkələri böyük imiqrasiya zonasına çevrilmiş ölkələr hesab olunurlar. Dördüncü sual. Əmək ehtiyatlarının keyfiyyət göstəricilərinə aiddir. Deməli, əmək ehtiyatlarının keyfiyyət göstəriciləri deyəndə qadınların əmək sayı bu keyfiyyət deyil, kəmiyyətdir. Həmçinin yaş tərkibi, kişi ehtiyatlarının sayı və cins tərkibi bunlar keyfiyyət yox, kəmiyyətdir. Amma əhalinin fiziki iş qabiliyyəti deyəndə isə bu keyfiyyət nəzərdə tutulur. Həmçinin əhalinin fiziki iş qabiliyyəti, həmçinin savadlıq səviyyəsi bunlar keyfiyyət göstəriciləri hesab olunur. 5-ci sual. Demoqrafik siyasət nədir? Deməli, bəzi ölkələrdə təbii artım yüksəkdir, bəzi ölkələrdə təbii artım aşağıdır. Deməli, əhalinin təbii artımı aşağı olan ölkələr təbii artımı artdırmaq istəyir. Təbii artımı yüksək olan ölkələr isə insanların sayını azaltmaq istəyir. Və bunun üçün gördükləri tədbirlərə demoqrafik siyasət deyilir. Yəni, əhalinin sayının artdırılması və yaxud azaldılması üçün görülən tədbirlər demoqrafik siyasət adlanır. 6-cı sual. İnsan inkişaf indeksinin aşağı olduğu ölkələri təyin edin. Deməli, BMT tərəfindən qəbul edilmiş və ölkələrin inkişaf səviyyəsini göstərən əsas terminlərdən biri insan inkişaf indeksi idi. Hesab olmaq üçün 3 şeyi biz nəzərə alırdıq. Əhalinin savadlıq səviyyəsi, orta ömür müddəti və ümumdaxili məhsulun adam başına düşən həcmi. Deməli, aşağı olan ölkələr bizə geri olan ölkələrdir. Buradan Efiopiya geri olan ölkələrdir. Yəmən inkişaf səviyyəsinə geri qalan ölkədir. Mozambik, sonra Mali, Nepal, Əfqanistan və Mərkəzi Afrika Respublikası MAR bunlar insan inkişaf indeksinin geri olan ölkələr hesab oluna bilər. Yəmən, Efiopiya, Yəmən, Mozambik, Mali, Nepal, Əfqanistan və MAR, yəni Mərkəzi Afrika Respublikası aşağıdır. İtaliya, Norveç, Avstraliya, Almaniya, Singapur isə inkişaf etmiş ölkələrdir, yəni yüksək inkişaf indeksinə malik ölkələrdir. 7-ci sual. Quba Xaçmaz iqtisadi coğrafi rayonunda yaşayan millətləri təyin edin. Xınalıqlar, bəli, Quba rayonunda yerləşir. Dəniz səviyyəsindən ən hündürdə yaşayan kənddə, həmçinin Qubada yerləşir. İnqiloylar Şəki-Zaqatalada, xüsusilə də Qax, Zaqatal, Balakən rayonlarında yaşayan millətlərdir. Udin milləti yenə Şəki-Zaqatala iqtisadi coğrafi rayonunda yaşayırlar. Tatlar, bəli, Quba rayonunda da yayılıb tatlar. Ləzgilər həm Quba Xaçmaz, həm də Şəki-Zaqatala regionunda geniş yayılıblar. Yəni, ləzgilər düzgün cavabdır. Sonra Saxur milləti də yenə də Quba Xaçmaz yox, Şəki-Zaqatala zonasında yaşayan millətlərə aiddir. 8-ci sual. Ölkə əhalisinin sayı 2010-cu ildə 25.360 min nəfər. 2016-cı ildə isə 25.780 min nəfər olmuşdur. Əhalinin sayı 5 il ərzində miqrasiya hesabını 120 min nəfər artmışdırsa, orta illik təbii artımı müəyyən edin. Deməli, əvvəlcə biz buradan fərqi tapaq. Deməli, 25.780 çıxılsın. 25.360.
Yəni nə qədər əhalinin artdığını biz tapaq əvvəlcə. Deməli 25780 çıxılsın 25360. Bu da bizə bərabərdir eləyir. 420 min nəfər insan artıb. 420 minin də bizə deyir ki, 120 mini miqrasiya hesabına artıb. 420 min çıxılsın 120 min. Bu da eləyir bizə 300 min nəfər, deməli təbii artım hesabına artıb. 120 min isə miqrasiya hesabına artmışdır. Bizə deyilir ki, indi orta illik artımı müəyyən, təbii artım müəyyəndir. Deməli, gördüyümüz kimi 2016 il müddət keçib, bizə isə ümumi 300 min nəfər artıb. Deməli, bir ildə nə qədər nəfər artdığını tapmaq üçün isə 300 mini bölməliyik 6-ya. Bu da bizə bərabərdir eləyir 50 min. Deməli, düzgün cavab 50 min nəfər olmalıdır. B bəndi. 9-cu sual. Friksiyon işsizlik nədir və onun xüsusiyyətlərini qeyd edin. Deməli, işsizliyin 3 növü var. Əsasən friksiyon işsizlik, struktur işsizliyi və dövrü işsizlik. Friksiyon işsizlik əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvi işsizlik növüdür. Çünki müəyyən iş yerində işləyən işçi öz razılığı ilə işdən çıxır və işdən çıxdıqdan sonra onun yeni iş axtardığı müddətə o işsiz qalır. Bu işsizliyə friksiyon işsizlik deyilir. Friksiyon işsizlik həmçinin məsələn universitet təzə qurtaran tələbə universitet təzə qurtarır və təzə iş axtardığı üçün o da friksiyon işsizliyin bir növü hesab etmək olar. 10-cu sual. Uyğunluğu müəyyən edin. Deməli, dil qrupları verilir bizə. Dil qruplarına uyğun olaraq aid olan xalqları müəyyən etməliyik. Deməli, German, Slavyan, Roman dil qrupu hər ikisi Hind-Avropa dil ailəsinin qruplarıdır. Deməli, İsveçlilər German dil ailəsinə aiddir. Deməli, birə A buraya aid olmalıdır. Sonra Portuqallar Roman dil qrupuna aiddir. B buraya aiddir. Sonra Polyaklar Slavyan dil qrupuna aiddir. C bura Polyak. Sonra İspanlar yenə Roman dil qrupuna aiddir. D. İngilizlər isə German dil qrupuna aid olan xalqlar hesab olunurlar. Deməli, German dil qrupuna İsveçlilər və İngilizlər, Slavyan dil qrupuna Polyaklar, Roman dil qrupuna isə Portuqallar və İspanlar aid oldu.